Azərbaycanın torpaq bitki örtüyü haqqında danışaq. Landşaftın təsnifatı landşaft, sinif, yarım sinif, tip, yarım tip və növə bölünür. Landşaftın təsnifatı. Deməli, landşaft sinif, bax burada gördüyüm sinif, yarım sinif, tip, yarım tip və növə bölünür. Deməli, uşaqlar, landşaft deyəndə relyef başa düşək də, belə loru desək, ora aiddir deməli. Sinif, bax burada gördüklərimiz sinif, sonra yarım sinif, tip, yarım tip, sonra da növ. Yarım sinif nə deməkdir? Məsələn, sinif deyəndə dağ, düzənlik nəzərdə tutulur. Sinif budur. Birinci ən böyük kateqoriyalar bunlardır. Ondan sonra gəlir dağ, düzənlik bölünür yarım siniflərə. Yəni ki, məsəl üçün belə deyək, tutaq ki, dağdır, dağ bölünür alçaq, orta, yüksək dağa. Tipdə odur ki, məsəl üçün alçaq dağlıqda zonalar olur altdan yuxarıya doğru. Məsəl üçün çöl, sonra orta dağlıqda olur meşə, lap dağın başında olur çəmənlik, ondan sonra gəlir qayalıq, buzlaq. Yarım tipsə odur ki, məsəl üçün iynə yarpaqlı meşə, tutaq ki, dağda meşə tipi var, meşə. Orta dağlıqda. Meşənin də yarım tipi var. Nə cür? Məsələn, deyək ki, iynə yarpaqlı meşə, yaxud enli yarpaqlı meşə. Belə, növ də odur ki, o meşədə bitən ağac. Bax, bir də deyirəm, sinif deyəndə tutaq ki, dağ nəzərdə tutulur. Yarım sinif deyəndə alçaq, orta, yüksək dağ. Tip deyəndə o dağda, o alçaq dağda, yaxud orta dağlıqda. O altdan yuxarıya doğru təbii zonalar. Məsəl üçün, çöl, meşə, çəmən. Yarım tip də odur ki, orada tutaq ki, meşə zonası var. O meşənin içində bitən ağaclar da olur. Yarım sinif. Növ də odur ki, deyək ki, enli yarpaqlı ağaclar növü. Enli yarpaqlının da növü palıd, fıstıq, vələs. İynə yarpaqlı olsaydı, olardı küknar, şam və s. İndi gəlin baxaq. Deməli, dedik ki, biz danışacağıq dağdan, düzənlikdən. Birinci düzənlikdən danışaq.